Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Binəqədi Novxan yolunun üstündə, marşrutdan hardasa 3 dəqiqəlik məsafədə, demək olar qapının ağzına qədər asfalt olan ərazidə və 1.8 sotun içində 4 otaqlı kupçalı binəqədimiz satışa çıxıb. Hörmətli izləyicilər, Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin ki, ev haqqında sizə məlumatlarını verim. Evin qiymətini videonun son dəqiqələrində sizə təqdim eləyəcəm. Hörmətli izləyicilər, gördüyünüz kimi bax burada da duz yolu var. Asmaq xəstəsi olan adamlar üçün də havası təmiz olan ərazidə yerləşir. Bax buradan da keçirik. Evin həyətyanı sahəsində ev qurqavoy qoşa daşdan inşa olunub, kəmərləri atılıb, 8-9 daş kürsüdə inşa olunub. Gördüyünüz kimi də bu evin xarici görünüşüdür. Evin demək olar pəncərələri havalıdır. Tam rahat işıq düşür. Pəncərələri geniş, ürək açan, bax belə gördüyünüz kimi geniş pəncərələri var. Evin otaqları da normal, genişdir. Həyətinə rahat 2 dənə maşın daxil ola bilir. Demək hörmətli izləyicilər, draplar qoyulub, qaz, su, hamısı qaydasındadır. Keçən də evin içi ilə tanış olaq. Burada viranda hissəsidir. Birbaşa mətbəxdən də birbaşa qapı da qoyulub. Yayda zətdə oturub çayca içməyə əlverişlidir. Yaşayış mansividir. Gördüyünüz kimi də hündür yerdə yerləşir. Bura görür hörmətli izləyicilər. Gördüyünüz kimi də demək giriş hissəsidir. Giriş hissəsi dəhlizi hardasa 1.50-1.60 olar. Hündürlük taban hardasa 3 metrdir. Təmiz, yəni hündürlük rahat 3 metrdir. Buradan girən kimi sağ tərəfdə hardasa təxmini bir 3.60-3.70-in 7-6 metri 6.50-yə uzunluğudur. Təxmini ölçü deyirəm, hörmətli izləyicilər. Az fərq eləyər. Ev təmiri vəziyyətdədir. Açıq abıqlardan istifadə olunub, ağ qapılardan istifadə olunub. Sol tərəfdə hardasa 12-14 kvadratlıqda mətbəxdir. Gördüyünüz kimi də mətbəxi təmiri vəziyyətdədir. Aksesuarlar da hörmətli izləyicilər. Evin qiymətinin danışıqlarından asılıdır. Kombi sistemlərdə də hamısı çəkilir. Buradan pəncərədən, mətbəxdən birbaşa belə viranda, balkona çıxış hissəsidir. Buranın da indi ev sahibi oran ola bilsin ki, setkalar zaten qoydurub verdi. Yəni danışıqdan asılıdır yenə də. Hal-hazırda ev belə bir vəziyyətdə satılır. Qiyməti də özə münasibdir. 4 otaqlı evlər belə təhtukarlarda bu qiyməti olur. Yəni kupçalı evlər. Bunda nəzərcə çatdırım hörmətli izləyicilər. Demək, burada da bir dənə əlavə bir uşaq otaqdır. 9 kvadrat olar təxmini ölçü deyirəm. Ev, bax yenə qeyd edirəm, fundamenti vırılıb, oturmuş evdir, qoşa daşdır, kəmərləri vırılıb, tam standartlara uyğun inşa olunub. Satış üstündə tikilsə də standartlara uyğun inşa olunub. Solda burada sanuzel hissəsidir, burada təmiri vəziyyətdədir, yenə qeyd edirəm. Aksesuarlar evin qiymətinin danışığından asılıdır. Keçirik indi burada obra otaqlarla tanış olaq. Demək ki, də burada yataq otaqlardır. Biri hardasa, bu otaq hardasa 12-14 kvadrat təxmini olar, ölçü deyirəm. 12-14 kvadrat olar təxmini. Bu da hardasa 16-17 kvadrat olar. Təxmini ölçü deyirəm yenə, hörmətli izləyicilər, az fərq eləyir. Bir balaca bu otaq o otaqdan biraz genişdir. Hörmətli izləyicilər, gördüyünüz kimi ev haqqında nə varsa hamısı təqdimatda sizə çəkdim, göstərdim. Kimlərsə evin satmaq istəyirsə 055-389-3808 nömrəsinə əlaqə saxlasın. Evdən satılmana köməklik göstərə bilərik. YouTube'da, Instagram'da, TikTok'da Seç Al Əmlak səhifəsinə daxil olursunuz. Orada istədiyiniz qiymətli evləri izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırılıb, kodları götürmək yaddan çıxmasın. Hörmətli izləyicilər, zəng vuran zaman demək, yenə qeyd edirəm. Ev demək, Binəqədidən Novxanıya gedən yolun üstündə Binəqədi şəhərcinə yaxın ərazidə yerləşir. Duz gölünə yaxın ərazidə, havası təmiz olan ərazidədir. Torpağın kupçası var. Evin qiyməti 90.000 start qiymətdir, hörmətli izləyicilər. Real alıcı olsa endirim olmağına olacaq. Birbaşa sahibi ilə görüşəcəksiniz. Son sözü hörmətli izləyicilər ev sahibi deyəcək. Sona qədər izlədiyi üçün də təşəkkür edirik. Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Allah alana da xeyir versin, Allah satana da. Amin.